Euro dollar, funt dolları gəldidə isə euro dollar dünən bugün səhər saatlarında nəhayət ki yuxarı doğru istiqamətə davam etdirməyə başladı. Amma alışlar 1.15-150'lərdən, satışlar isə 1.14-900'lərdən gələcək. Funtun dollar rəqabətinə gəldidə isə funtun dollar rəqabəti bugün çox güclü bir hərəkətlərlə yaddaşları qalacaq. Əsasən də alışlar 1.30-700'lərdən gələcək. 1.30-850'lər, yəni güclü bir dəstək xətti ondan yuxarı formalaşsa, qiymət sürətlə 1.31-400'lərə qədər yüksələcək. Əks halda isə 1.30-400'dən aşağı formalaşsa, satışlarla müşahidə olacaq. Funtun Yaponiya rəqabətində gəldidə isə alışlar 201-400'lərdən, satışlar isə 200.640'lardan gələcək. Eyni zamanda funtun frankona rəqabətini nəzər çatdırım. Alışlar 1.05-850'lər, satışlar isə 1.05-600'lərdən gələcək.